Bugünün mövzusu Aleksandr Porfiryeviç Borodin'in həyat və yaradıcılığıdır. Borodin 1833-cü ilin 11 noyabr tarixində Peterburqda anadan olmuşdu. Onun atası Knyaz Luka Stepanoviç Qedyanovun mənşəyi bir tərəfdən Tatar, bir tərəfdən isə Gürcü knyazları ilə bağlı idi. Anası Avdotya Konstantinovna Antonova adi əskər qızı idi. Gahdan kənar doğulan Aleksandr Qedyanov Porfiriy Borodinin oğlu kimi rəsmiləşdirilir. Gələcək bəstəkar anasının evində tərbiyə alırdı. Anasının qayğıları sayəsində onun uşaqlıq illəri əlverişli şəraitdə keçir. Kiçik yaşlarından Borodin müəllimlərin rəhbərliyi altında fortepiano və fleytada ifanın sirlərini öyrənməyə başlayır və violonçeldə ifa etməyə həvəs göstərir. Onda bəstəkarlıq istedadı lap erkən yaşlarında özünə biruzə verir və o fortepiano üçün polka, fleyta üçün konsert və 2 skripka və violonçel üçün trio bəstələyir. Bu illərdə Borodində kimyaya həvəs yaranır və o müxtəlif təcrübələr keçirməyə həvəs göstərir. Tədricən bu həvəs onun digər meyllərinə üstün gəlir. 50-ci illərin qabaqcıl gəncləri kimi Borodin təbiətşünaslıq yolunu seçir. 1850-ci ildə o azad dinləyici kimi Peterburq Tibb Cərrahiyyə Akademiyasına daxil olur. Borodinin tələbəlik illərində kimyaya meyli daha da artır. O görkəmli rus kimyaçısı Zininin sevimli tələbəsinə çevrilir və onun laboratoriyasında ciddiyyətlə məşğul olur. Borodin eyni zamanda ədəbiyyat və fəlsəfə ilə də maraqlanırdı. 17-18 yaşlı Borodinin sevimli mütaliəsi Puşkin, Lermontov və Gogolun əsərləri, Belinskinin məqalələri və jurnallarda dərc olunan fəlsəfi məqalələr olmuşdu. Borodin Zininin narazılığına baxmayaraq musiqi ilə də məşğul olurdu. O violonçeldə ifaçılıq dərsləri alır, böyük həvəslə həvəskar kvartetlərində iştirak edir. Bu illərdə onun musiqi zövqü, baxışları formalaşmağa başlayır. Xarici bəstəkarlarla yanaşı o Glenkaya yüksək qiymət verirdi. Akademiyada təhsil aldığı illərdə o bəstəkarlıq işini dayandırmırdı. Gənc bir həvəskar musiqiçi Rus xalq yaradıcılığı, xüsusilə şəhər mahnısı ilə maraqlanırdı. Rus mahnısının mövzusu əsasında yazdığı 2 skripka və violonçel üçün trio xalq ruhunda bəstələdiyi mahnıları buna misaldır. 1856-cı ildə akademiyanı bitirdikdən və icbari həkimlik təcrübəsinə keçdikdən sonra Borodin ona Rusiyada və xaricdə şöhrət gətirən üzvi kimya sahəsində uzun müddətli tədqiqatlarla məşğul oldu. 1859-cu ildə doktorluq dissertasiyasını müdafiə edən Borodin xaricə elmi ezamiyyətə gedir. Almaniya, Fransa və İtaliyada 3 il yaşayan Borodin sonradan məşhur alimlər olan kimyaçı Mendeleyev və fizioloq Seçenovla yaxınlıq edir. Elmi işlərlə məşğul olmaqla yanaşı o musiqidən uzaqlaşmır. Simfonik konsertləri dinləyir və opera tamaşalarına gedir. Violonçeldə və fortepianoda çalır. Bir sıra kamera instrumental ansambllar bəstələyirdi. Borodinin musiqi sahəsində inkişafına istedadlı Moskva pianoçusu, gələcək həyat yoldaşı Yekaterina Sergeyevna Protopopova ilə xaricdə baş tutmuş tanışlığı əhəmiyyətli dərəcədə rol oynadı. O, Borodini ona məlum olmayan bir çox məşhur əsərlərlə tanış edir və bu səbəbdən Borodin Şuman və Şopenin pərəstişkarına çevrilir. 1862-ci ildə Borodin Rusiyaya qayıdır. O, Tibb Cərrahiyyə Akademiyasının professoru seçilir və yeni kimyavi tədqiqatlarla məşğul olmağa başlayır. Bu arada Borodin məşhur həkim Vodkinin evində Balakirevlə tanış olur. Bu tanışlıq Borodinin bədii həyatında həlledici rol oynayır. Borodin qüdrətli dəstəyə daxil olur. Balakirevin rəhbərliyi altında Borodin 1-ci simfoniyasını bəstələməyə başlayır. Elmi və pedaqoji işlər bəstəkarı məşğul etdiyinə görə simfoniyanın yazılması 5 il çəkir. 1867-ci ildə isə başa çatır. 1869-cu ildə Peterburqda Balakirevin rəhbərliyi ilə simfoniyanın ilk ifası Rus Musiqi Cəmiyyətinin konsertində baş tutaraq böyük uğur qazanır.
Baradinin birinci simfoniyasında onun yaradıcı siması tamamilə müəyyən olunur. Onda bahadır gücü və möhtəşəm enerji, formanın klassik ciddiliyi aydın hiss olunur. Simfoniya xalq mahnısı əsasında inkişaf tapmış obrazların Rus və Şərq tərzinin parlaqlığı və bənzərsizliyi, melodiyaların təravəti, dolğunluğu, harmonik dilin orijinallığı ilə cəlb edir. Simfoniyanın yaranması bəstəkarın yaradıcı kamilliyini nəzərə çarpdırır. 1867-1870-ci illərdə onun sərbəst yazdığı romanslar da bunu təsdiq edir. Nəhayət bu dövrdə Baradin o illərdə dərnəyin bütün üzvlərini cəlb edən opera janrına müraciət edir. O, Pəhləvanlar komik operanı yazır və Çar Gəlini adlı operanı yazmaq fikrinə düşür. Sonra fikrini dəyişir. Birinci simfoniyanın uğuru Baradində yeni yaradıcılıq həvəsinə səbəb olur. O, ikinci Bahadır simfoniyasının yazılmasına başlayır. Eyni zamanda Stasov, Baradinin xahişi ilə opera üçün yeni Igor Alaya haqqında dastan sujetini tapır. Bu təklifdən sevinən Baradin 1869-cu ildə Knyaz Igor operası üzərində işə başlayır. 1872-ci ildə teatr rəhbərliyi onunla birlikdə Mussorgski, Rimski-Korsakov və Kuiyə Milada adlı opera balet yazmağı sifariş edir. Baradin Miladanın 4-cü pərdəsini bəstələyir, lakin opera onun müəllifləri tərəfindən tamamlanmır və bir müddət sonra bəstəkar simfoniya və həm də Knyaz Igor operası ilə məşğul olmağa davam edir. İkinci simfoniya üzərində iş 7 il davam edir və yalnız 1876-cı ildə tamamlanır. Opera üzərində iş də yavaş-yavaş irəliləyir. Bunun əsas səbəbi Baradinin elmi, pedaqoji və ictimai fəaliyyəti ilə həddən artıq məşğul olması idi. 70-ci illərdə Baradin özünün orijinal kimyəvi tədqiqatlarını davam etdirir və bu tədqiqatlar plasmasın yaradılması sahəsində müasir elmin uğurlara nail olmasına zəmin yaradır. O, beynəlxalq kimya konqreslərində çıxışlar edir, bir sıra dəyərli elmi işlər nəşr etdirir. Rus kimyası tarixində o, Mendeleyev və Butlerovun görkəmli silahdaşı, qabaqcıl materialist alim kimi mühüm yer tutur. Baradin coşqun ictimai fəaliyyətlə məşğul olmuşdu. O, Rusiyada ilk dəfə qadınlar üçün ali təhsil müəssisəsinin qadın həkim kurslarının yaradılmasında təşkilatçılar və pedaqoqlardan biri olmuşdu. O, bu qabaqcıl başlanğıcı Çar hökumətinin nümayəndələrindən və irtica dairələrinin hücumlarından cəsarətlə qoruyurdu. 70-ci illərin əvvəllərində o, Znaniye jurnalının nəşrində iştirak edir. Bu jurnalda materialist təlimin və demokratik ideyaların təbliğatı verilirdi. Baradinin müxtəlif məşğuliyyəti ona musiqi bəstələməyə, demək olar ki, imkan vermirdi. Həyat yoldaşının xəstəliyi, evdəki məişətin narahat vəziyyəti də musiqi yaradıcılığı üçün əlverişli deyildi. Nəticədə Baradin öz musiqi əsərləri üzərində sistematik məşğul ola bilmirdi. 70-ci illərin sonu, 80-ci illərin əvvəlində Baradin birinci və ikinci kvartetlərini, Orta Asiyada simfonik lövhəsini, bir neçə romans, opera üçün yeni səhnələr bəstələyir. 80-ci illərin əvvəlindən başlayaraq o az yazmağa başlayır. Ömrünün son illərində yazdığı iri həcmli əsərlərdən yalnız 3-cü simfoniyanı qeyd etmək olar, hansı ki, o da bitməmişdi. Ondan başqa fortepiano üçün kiçik suita, bir qədər vokal, miniatürlər və opera nömrələri də bəstələnir. Sərt siyasi irtica şəraitində qabaqcıl mədəniyyətin təqib olunması güclənirdi. Qadın həkim kurslarının dağılması Baradinə ağır təsir etdi. Akademiyadakı irtica qüvvələri ilə mübarizə etmək onun üçün getdikcə çətinləşirdi. Bəstəkarın səyahəti də ağırlaşmağa başlayırdı. Ona yaxın olan insanların, Zinin və Mussorgskinin vəfatı Baradinə pis təsir etdi. Bununla belə bu illər Baradinə onun bəstəkar kimi məşhurlaşması ilə əlaqədar sevincli həyəcanlar bəxş edir. Onun simfoniyaları tez-tez və böyük uğurla Rusiyada ifa edilməyə başlayır. 1877-ci ildə xaricdə olarkən Baradin Listi ziyarət edir və öz əsərləri, onların təravətliliyi, orijinallığı haqqında onun təriflərini eşidir. Sonralar Baradin
Baradin daha 2 dəfə listi ziyarət edir və hər dəfə onun qüdrətli dəstə bəstəkarlarının yaradıcılığı haqqında xoş sözlərini eşidir. Lisztin təşəbbüsü ilə Baradinin simfoniyaları Almaniyada dəfələrlə səsləndirilir. 1885 və 1886-cı illərdə Baradin Belçikaya səfər edir. Burada onun simfoniyaları uğurla qarşılanır. Baradinin ömrünün son illəri onun yaradıcılığına pərəstiş edən gənc bəstəkarlar Glaznov, Lyado və digərləri ilə təmasda keçir. Baradin 1887-ci il 15 fevral tarixində vəfat edir. Həmən günün səhəri o 3-cü simfoniya üçün musiqini improvizə edir. Gecə yarı bayram süfrəsi arxasında qonaqların arasında olarkən gözlənilmədən yıxılır. Vəfatından sonra Baradinin yaxın dostları Rimski-Korsakov və Glaznov onun tamamlanmamış əsərlərini tamamlayır edilməsi üçün addımlar atırlar. Baradinin əlyazmaları əsasında Knyaz Igor operasının tam partiturası hazır olur. Onlar həmçinin o vaxta qədər nəşr olunmayan əsərləri, 2-ci simfoniya, 2-ci kvartet və bəzi romansları nəşr edirlər. Glaznov öz yaddaşı əsasında 3-cü simfoniyanın 2 hissəsini yazıb orkestrləşdirir. Tezliklə bütün adı çəkilən əsərlər nəşr edilir. 1890-cı ildə isə Knyaz Igor operası ilk dəfə Peterburqda Marinsk teatrında səhnəyə qoyulur və dinləyicilər tərəfindən hərarətlə qarşılanır.